Demək olarmı ki, siz bir zamanlar bahalı həyat yaşamısınız? Bəli. Mənim hər şeyim var idi. Hər şeyim. Hər şeyim. Sadəcə bir boşluğa düşdüm. Yavaş-yavaş itirməyə başladım da. O patının axırı belə olmalı idi da, yəni. Hər şey patı, axırda da gücünə qutardı. Bura bir cəhənnəmdir. Bura bir cəhənnəmdir. Belə şəraiti yaxşı görünə bilər. Yeməyi, içməyi yaxşı görünə bilər. Amma bura bir cəhənnəmdir. Baxsınlar, görsünlər də ki, yəni bizlər, mən məşhur model, pulum, param, maşınım, evlərim ola-ola bu vəziyyətə gəldim, düşdüm. Mən Türkiyədə hansı məşhurdan oturmuşam, onlar da var. Hansı məşhurlarla? Sərdar Ortaçla, Sibel Canla, Ebru Gündeşlə, rəhmətli İbrahim Ərkalla. Neçə ildir buradasınız? 2 il 7 aydır. Neçə iliniz qalıb? 4 il 2 ay. 4 il 2 ay. Həbsin səbəbi nədir cəzanın? Həbsin səbəbi odur ki, küllü miqdarda marihuana daşımışam, saxlamışam və istifadə eləmişəm. Aha. Ancaq marihuana? Xeyr. Mən heroin, kokain, bütün narkotik maddə, elə bir maddə yoxdur ki, mən onu sınamayım, qəbul eləməyim. 12 ildir istifadəçisiyəm. Belə deyim, hər şey bir dərmanla başladı da. Neçə yaşınız var? 33. 33. 12 ildir istifadə edirsiniz, eləmişsiniz. Müalicə də almamısınız. Xeyr. Harda qalmışsınız? Hansı tərəfdə yaşamışsınız? Gəncədə yaşamışam, Bakıda yaşamışam, Rusiyada yaşamışam, Gürcüstanda, Türkiyədə də, müxtəlif ölkələrdə. Mən subayam, uşağım da yoxdur. Demək olar ki, hər şey bir narkotik mücbatından oldu. Necə oldu narkotika başladınız? Addımı necə atdınız Diana xanım? Yadınızdadır? Bəli, yadımdadır. 17 yaşındaydım. Bakıya qonaq getmişdim. Hər şey bir dənə elə gəl bir marihuananın dadına baxaq, oturaq çəkək. Belə çəkdim, düzdür, heç nə başa düşmədim. Ondan sonra mən Bakıya modelliyə qoşuldum. Model, bəli, şarm verişlərində, müxtəlif yerdə çəkilmişəm. Model olmuşsunuz? Bəli. Macin Ağalar belə qəbli. Mənim Facebook səhifəm, hər bir şeyim var da. Yəni orada çəkilişlərim, kataloqlarım, hər bir şeyim. Elə pul, yüksək səviyyədə ətraf, biraz heroin, biraz kokain. Özüm də 12 yaşından tək böyümüşəm, ana atamı itirmişəm. Bacı qardaş Rusiyada, nənə idi, nənə də ki, mənim 13 yaşım olanda öldü. Elə başladım çalışmağa, orada, burada işləməyə. Elə oldu ki, 18 yaşında modelliyə təklif aldım. Və elə pul, belə deyək, heroin, kokain. Bir də ayıldım ki, artıq əlimdə şpris tutmuşam, üstündə damar axtardım. Hər şey bu, heroin, kakos, patı, nə bilim, insanı məhv eləyir. Ondan sonra o ətrafı da itirdim, işimi də itirdim, hər şeyimi itirdim, dostlarımı itirdim. Elə günlərim oldu ki, yəni küçələrdə gecələməli oldum. Müxtəlif yerlərdə qalmağa başladım. Bütün ətrafımı itirdim, yaxınlarımı, dostlarımı, çox istədiyim insanları, əzizlərimi. Əsas odur ki, pulumu, işimi, hər şeyimi. Və sonu gəldi, çıxdı ki, bura həbsxanaya düşdüm. Saxlama, daşıma və istifadə. Bəli. Bu niyə görə daşıyırdınız? Daşıma necə oldu daşıdınız? O haqqda, daşıma haqqında danışın. Belə deyim sizə, mən plantasiyaya rast gəlmişdim, əkinə.
Və elə bir vəziyyətim oldu ki, artıq bizon qabları yığmaq məcburiyyətində qaldım. Çox pis vəziyyətdə idim. Yəni, mən cavan qız olaraq iş tapa bilmirdim, narkotikin ucbatından. Əl atırdım, bir də görsə oğurluqlar eləyirdim, yalan nə deyim, yalanın yeri yoxdur, mən yalan danışmağı sevmirəm. Oğurluğa əl atırdım, başladım bizon qabları yığmağa, bir dənə əkinə rast gəldim. Harda? Bizdə Gəncədə Samux rayonu var, orada. Təsadüfən? Hə, təsadüfən. Doğrudan? Hə. Yoxsa bilirdiniz əvvəldən? Yox, elə yığdığım yerdə gördüm o. Yarpaqlardan tanıyıram axı. Aha. Mən bunu hissə 6 ay ərzində yığdım. Və bu yığdığım miqdar 36 kilo 780 qram oldu. Bəs oranın yiyəsi yox idi? Mən yiyəsiz gördüm də yan olanı, bilmirəm. O, necə deyim, açıq sahədə idi? Bəli. Aha. Açıq sahədə çayın qırağında bitmişdi. Aha. Belə qamışlıqlarla zaten bir yerdə. Elə oldu ki, onu yığdım evimə, yığdım meşoklara, belə deyim, torbalara. Yavaş-yavaş özüm üçün başqa bir yerə yığmışdım, evimə yox. Yaşamaya yararsız yataqxanaya. Hissə-hissə onu evimə gətirib dəmlənmək üçün yolda mənim polis əməkdaşları tutdu və mən də etiraf elədim. Belə ki, yəni bu şəxsi istifadəm üçündür, mən narkomanam. Düzdür, bu sözü özümə heç rəva görmürəm, çünki hana deyirlər. Saxladılar və etiraf elədim, onlara da göstərdim və tutuldum gəldim. Amma satışınla məşğul olmamışsınız? Yox, heç vaxt. Oğurluq eləmişəm, lazım olub bizon qabları yığmışam, amma heç vaxt mən narkotik satışı ilə məşğul olmamışam, heç kimə də məsləhət görmürəm. Eləsin bunu. Bilirsiniz, necə dediyim kimi, insan hiss eləmir, həvəsi olmur. Yəni, sanki bir ruhsan da, yaşanan, nə bileyim, canlı dünyada bir ruhsan, belə deyim. Peşmançılıq var? Çox peşmanım. Çox peşmanam. Yəni, mən o narkotikin dalından düşə-düşə nə ailə qura bildim, nə uşaq sahibi oldum. Buradan da çıxma yaşım 39 göstərir, yəni günə-gün yatsam, təbii ki. Ondan sonra da nə edeyim, nə tərəqiyim, hər şeyi sıfırdan, yenidən başlamalıyam. Yəni, etdiyim hər bir şeyə peşmanım. Da narkotik belə dilimə vurmağa belə peşmanam, adını çəkməyə belə peşmanam, çox peşmanam. Narkoman həyatı sizin üçün nə deməkdir? Necə dilə gətirə bilərsiniz? Narkoman həyatı bir uçurumdur, bir qaranlıq bir dünyadır. Nə bilim, sanki bir ruhsan, yaşamırsan, hiss eləmirsən, istəyə bilmirsən, sevə bilmirsən. Nə bilim, ölümdür. Çox ölümdən də betərdir demək olar. Bəs bunu hamı bilə-bilə niyə gedir addım atır bu narkotik istifadəsinə? Şəxsən mən özüm necə deyim, ilk başda narkotik şirin bir şey olur, çəkir özünə, istifadə edirsən, özü unudursan, nə bilim, xoşbəxt hiss edirsən də müxtəlif hissləri var bunun. Amma axırı ayılırsa ki, bir uçurumun kənarındasan, bir ən belə itələsindən düşəsən. Narkotik həyatı, dünyası başqa bir şeydir də, yəni. Heç kimə tövsiyə eləmirəm, heç kimə məsləhət görmürəm. O narkotikin adını belə ağzına almasın, danışmasın belə, istifadə eləmək qalsın bir yana. Hər şey nə işədən başlayır demək olar? Bəli, bəli. Aynı məndə başladığı kimi, bəli. Mən bir boşluğa düşdüm, tək hiss elədim özümü, belə deyim. İstifadə eləyəndə gördüm ki, aha, yaxşıdır əhvalım, nastroyeniyam yaxşıdır, belə deyim. Hərəkətdəyəm, deyirəm, gülləm, danışıram. Amma bilmirdim ki, yəni bura qədər gətirəcəyini bilmirdim. Azadlığı necə təsəvvür edirsiniz siz? Qədrini bilirsiniz burada? Əlbəttə, əlbəttə. Bura bir cəhənnəmdir. Bura bir cəhənnəmdir. Belə şəraiti yaxşı görünə bilər. Yeməyi, içməyə yaxşı görünə bilər. Amma bura bir cəhənnəmdir. Elə bir dünyada diri ola bir dənə üstü açıq qəbirstanlığa düşürsən. O vaxtı mənim başa salan olsaydı, mən bugünkü gün bir ailə sahibi olardım, uşaq sahibi olardım. Yaxınlarımı, qohumlarımı itirməzdim. Ən əsası da odur ki, tək bu həbsxana qapısında qalmazdım. Narkotik məni çox pis uçuruma apardı, çox pis. Ayıldım, amma gecdir.
Gənc qızları bugünkü gün hansı bəhanələrlə aldadırlar sizcə, deyənək, istifadə eləmək üçün? Ala buna bax, yaxşıdır. Bax, hansı yalanlardan danışırlar, deyirlər, gənclər aldanır. Baxsınlar, o yalanlara inanmasınlar, deyənək. Yəni belə deyə bilərəm ki, özümdən yenə də misal çəkim. İnsanın özündə olmalıdır. Öz beynini olmalıdır, ağlı olmalıdır ki, baxsınlar, görsünlər də ki, yəni bizlər, mən məşhur model, pulum, param, maşınım, evlərim ola-ola bu vəziyyətə gəldim, düşdüm. Nə sözlər deyilir, deyilsin. Əsla və əsla məsləhət görmürəm ki, gənclər, bizim cavanlar ona yaxın dursun. Çünki axırı budur. Axırı budur. Çarəsiz, həbsxanadasan, dörd divardasan. Deyirlər, cürbəcür sözlər deyirlər, gəl da nastroyeniyan yoxdur, gəl sən elini açım, biri deyir arıqlamaq istəyirəm, hə, gəl sən patı verim, çək elə geçək arıqlayasan. Amma yox, patı kimi sümüyü dağıdan, insanın can sağlığını alan, insanın beyninin ağlını alan şey yoxdur, yəni çox zərərlidir. Belə deyim də cavanlara, eləməsinlər. Eləməsinlər, nə olur olsun, bu narkotikdən uzaq olsunlar. Siz iynə yolundan da istifadə edirsiniz də. Qollarında izlərim də olur. Ləkələri var, Bəli. baxa bilərik. Bəli. Göstərin. Baxa bilərsiniz. Bunlar hamısı narkotikin fəsadlarıdır da. Bəli. Çox peşmanam, çox. Kəş eləməzdim. Dəfələrlə də demişəm, kəş eləməzdim, kəş eləməzdim. Çıxandan sonra sizin çöldə, bayırda qarşılayan kimsə varmı? Heç kiminiz yoxdur. Ən acısı da budur ki, heç kimim yoxdur. Amma bir zamanlar çox insanlar var idi, hə? Bir zamanlar mən çox insanlar tanıyırdım, ətrafımda çox insanlar var idi. Sağlam, normal həyat yaşadığım anlar. Sonra çox adam eşitdi ki, mən narkomanam, artıq narkotikdən istifadə edirəm və ya lap dərinə düşmüşəm, iynədən istifadə edirəm. Hər kəs məndən uzaqlaşdı. Doğma əmim belə, qapısına getdim, yalvardım ki, mənə kömək edin, mən vəziyyətim pisdir. Get buradan narkoman dedi, qapının üzümə çıxdı. Mən Türkiyədə hansı məşhurdan oturmuşam, onlar da var. Hansı məşhurlarla? Sərdar Ortaçla, Sibel Canla, Ebru Gündeşlə, rəhmətli İbrahim Ərkalla, onun ailəsindən də dostam, dostuydum daha doğrusu. İstanbulda yaşamışam mən, 1-8 ay. Mən onda da az-maz istifadə edirdim də, yəni heç elə edirdim ki, bilməsinlər. Amma sonra hər şey açığa çıxanda elə hamısını itirdim, hər şeyi itirdim. Buradan çıxıb hara gedəcəksiniz siz? Mənim Gəncədə yaşayış yerim var. Eviniz var? Evim var, bəli. Ora gedəcəksiniz? Anamdan qalıb, düzdür oranı da içini satmışam, üzünü satmışam, pis günündədir, gərək təzdən yığdıram. Narkotikə görə? Bəli, narkotikə görə evimin hər şeyini satdım, hər şeyini. Dəndir divarı qalıb. Burada mən təsərrüfatda işləmişəm, corab istehsalında işləmişəm. Yəni 1 il 8 aydır müəssisədəyəm, onun 1 il 6 ayını işləmişəm. Maaş alırdın da? Bəli. Maaşı nə edirsən burada? Maaşı özüm üçün mən belə nətər deyim, yanıma gələn olmadığı üçün sovqat heç bir şeyim yoxdur, çöldən pul göndərənim yoxdur, onun üçün öz ehtiyaclarımı qarşılayıram. Çətindir elə kimsə Çox yanına çətin. gəlməyəndə, Bəli. qapın açılmayanda, kimsə maraqlanmayanda. Mənim qohumlarım var, bacı qardaşlarım var, xalam var, bibilərim var, əmilərim var. Kiminsə yanına gələndə oturub o qədər görüş qapısına baxmışam ki, bəlkə bizimkilərdən kimsə insafa gələr. Amma yoxdur. Narkomansansa bunun axırı budur. Belədir. Ona görə, bəli, məcburən işləyirdim burada, özüm, öz əlim, öz başım, öz haqqımdan ki, öz ehtiyaclarımı ödəyim, kimsə qapısına gedib nə isə istəməyim. Ona görə. Burada amma kömək eləyərlər sənə tutaq yoldaşların. Bəli, tutaq yoldaşlarım sağ olsunlar burada. Yaxşı insanlar çoxdur, yanımdadılar, dəstək olurlar.
Nəsə istəyəndə, istəməmiş özləri gəlirlər. Nəsə lazımdırmı, bir şeymi? Amma insan, nə bilim, burada yaşamaq çox çətindir, dəhşətdir. Yəni dediyim kimi, şəraiti yaxşı ola bilər, amma çox çətindir. Azadlığının yerini heç nə vermir. Öz evin, öz eşiyin, ailən, yaxınların. Dəhşətdir. Narkomaniya çox pis şeydir. Çox pis şeydir. Kaş vaxtında mən də başa salan olardı, bu bəlaya düşməzdim. Ortada illərim hədər getdi, cavanlığım getdi, hər şeyim getdi. Canım getdi. Özünüz gördünüz qollarım nə vəziyyətdədir, mən nə vəziyyətdəyəm. Kaş belə olmazdı. Gepatit falan var. Var. Mən gepatit C xəstəsiyəm. Bunların hamısında narkotikə görə baş verib də gepatit C. Bəli. Təbii ki. Əgər buradan çıxsaz inşallah həbsxanadan, yenidən növbəti dəfə narkotik xəstəsi, aslısı olsanız, çıxış yolu axtarsanız, yəni müraciət edə bilərsiniz bizə. Bilirəm mən. Biz addım atan insanlara çalışırıq ki, bu bəladan çıxardaq. Mən sizi izləyirəm, hər zaman izləyirəm Space kanalından, narkotikaya yox deyək verilişi. Və görürdüm kimlərə kömək eləmişsiniz, hamısına kömək. Bizim Gəncəyə də gəlmişsiniz, dəfələrlə görmüşəm. Və açığı mən Bakıda, Kubinkada yaşayan vaxtı siz gəlmişdiniz ora, istədim müraciət eləyəm. Amma nədənsə ürək eləyəmədim, bilmədim niyə. Dəfələrlə istədim ki, sizə müraciət eləyəm ki, mənə kömək eləyin də. Amma olmadı. Bilirəm, çox sağ olun bu arada ki, bizim gəncləri bu bəladan qurtarırsınız, sizə təşəkkür eləyirəm.